demirəm qəmli, demirəm kədərli, tarixi bir gün. Çünki böyük bir sənətkarı Azərbaycan mədəniyyətinin bir parçasını biz yola salırıq. Ona görə qəmli, kədərli demirəm ki, əbədiyyətə qoxmayır. Heç tez olsa, Ulu Öndərin məşhur sözü var ki, heç tez hamı yana keçir. Siz onunla tez əlaqə saxlayırdınız, danışırdınız? Əlbəttə ki, əlaqə saxlayırdım. Son dəfə ama Bakıda görüşdük. Həkimlər ona telefonu onunla kənarlaşdırmışlar. Hər gün mən onun oğlanlarıyla danışırdım. Həm Türkiyədə olanlarıyla danışırdım. Ama çok qəribə kəlmə Bakıda hiss elədim ki, o dərmanlardan yeməkdən imtina edir. Çünki biz onu anladırıq. Bir məsələyə keçmirlər. Ama sən demə bu həqiqəti bilir. Deyirdi, nə mənası? İmtina eləmişdi dərmanlar. İmtina edirdi dərmanlar. Güclə hərdən həkimin təkidi ilə olurdu. Amma gördüm ki, heç bu belə yaşamaq həvəsi burada sönür. Niyə? Nə idi səbəbi? Səbəbi onkoloji xəstə idi, bir ondan gizlədirdi. Amma sən demə bilirmiş. Mən hələ çoxdan bu qatında körlanmışdı. Yanımda ki, neçə ay öncə, neçə aylar öncə mən onu son səfərə apardım, Azad Bakıya. MDB mədəniyyət xadimlərinin orada tədbir idi. Getmək istəmiyoruz. Mən de müayid edəklərim tək bırakmalı. Ama sonra fikirləşdim ki, ne yaxşı mən o qədər sabah iş görmüşəm. Çünki Laçına çatansa Azad Balayev buyursun. Rasim Balayev oldu yine hemen 70-80'ci illər Rasim Balayev. Enerjili, deyip gülər, bizi de güldürən, zarafat edən, yeyip içən hemen Rasim oldu. Dedim, ilahi, ne yaxşı iş görmüşəm ki, bir yerdə gəlmişik. Mənə elə gəldi ki, o ovqat həmişə davam edəcək. Yəni, Rasim Balayev bu ovqatda bu enerjide de qalacaq. Ama ne yazdılar ki, gələndən sonra artıq bizsiz səfərə çıxdı. Son səfəri. Son səfərində tək getdi. Tək qayıtdı. Rasim Balayev illər öncə onun üçün bir mahnı yazmışdı və oxuturmuşdu ona. Bu tarixdə qalsın, bu mahnı tarixdə qalır. Bir də baxım axan çaya.